kickboks üzrə tanınmış məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli barəsində həbs qəti imkan tədbiri seçilib. Abşeron rayon məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılaraq hər iki şəxs barəsində qərar qəbul edilib və 21 yaşlı Tulin Ələkbərova ilə 19 yaşlı Abbas Rəhimli barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Hər iki idmançıya qarşı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törədilməsi və silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq maddələri ilə ittiham irəli sürülüb. Xatırladaq ki, idmançılar Abşeron rayonu ərazisində törədilmiş quldurluqda təqsirlidirlər. Onlar dekabrın 4-də 21 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirməkdə, onun 110 manat pulunu ələ keçirərək quldurluq etməkdə ittiham olunurlar.